Salam hörmətli izləyicilər, bugünkü videomda mən sizlərə hamımızın tanıdığımız Qazaxıstan Respublikası haqqında qısaca məlumat verəcəyim. Qazaxıstan Respublikası bildiyiniz kimi zamanında Sovetlər Birliyinin tərkibində olmuş 15 respublikadan biridir. SSR təşkil olunmuşdu. Deməli, dekabr 1922-ci ildə Qazaxıstan isə bu birliyin tərkibinə 5 dekabr 1936-cı ildə daxil olmuşdu. Qazaxıstan Mərkəzi Asiyada yerləşən ən böyük dövlətdir. Qazaxıstanın ərazisi 2.700.000 kvadrat kilometrə bərabərdir. Əhalisinin sayı isə 20 milyon nəfərdir. Qazaxıstan ərazisinin böyüklüyünə görə dünyada 9-cu yeri tutur. Qazaxıstan deməli şimalda Rusiya, cənubda Türkmənistan, Özbəkistan və Qırğızstanla sərhədə malikdir. O cümlədən şərqdə Çin Xalq Respublikası ilə deməli sərhəddi var. Qərbdə isə deməli Xəzər dənizi yerləşir. Xəzər dənizi vasitəsilə Qazaxıstanın Azərbaycan, Rusiya, İran, Türkmənistanla su sərhədləri var. Qazaxıstanın paytaxtı 1997-ci ildən bəri artıq Astana şəhəridir. Buna qədər isə bu tarixə qədər onun paytaxtı ən böyük şəhər olan Almata deməli şəhəri olmuşdur. Qazaxıstanda deməli 130-dan çox etnik qruplar deməli yaşayırlar. Burada ruslar, özbəklər, almanlar, tatarlar, uyğurlar və digər etnik qrupların nümayəndələri yaşayırlar. Onu da nəzərinizə çatdırım ki, Qazaxıstanda deməli dövlət dili Qazax dili olsa da ona bərabər rus dili də deməli işlənir. Qazaxıstanda iqtisadiyyat neft və qaz sektorunun üzərində qurulmuşdur. Amma onu da nəzərinizə çatdırım ki, Qazaxıstanda deməli uran yataqları da mövcuddur və istehsal olunur və dünyanın urana olan ehtiyacının 17%-ni ödəyir. Qazaxıstan dünyada bir neçə çoxlu sayda təşkilatların da üzvüdür. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.